gider, harada serinlenmek olar. Hamamda! Kışın soğuğunda harada kısınmak olar. Hamamda! Adam harada pak olabilir. Hamamda! Mesele ise din gelsin. Hamamın içinde de çölünde, hamamın içinde de çölünde, ya kış bahar, işsizlerin var, öğrenci kanı. Hamamların yaşayış məntəqələrində inşa edilməsi mütləq idi. Burada sadəcə təmizlik məqsədi ilə istifadə olunmamış, həm də müəyyən mərasimlər zamanı əhəmiyyət kəsb etmişdi. İnsanlar burada dincəlir, ünsiyyət yaradır, analar oğlu üçün seçdiyi qızı ilk dəfə hamamda gözaltı edər, sonra ona elçi düşərdi. Hoş gördük. Salam aleyküm. Həmişə təmizlikdə olun. Zəhmət çəkmeyin. Nə zəhməti var. Toydan qabaq bəyin və ya gəlinin hamama aparılması isə bir ənənə halını almışdı. Azərbaycanın müxtəlif bölgələrində lap qədimlərdən hamamlar olmuşdu. Orta əsrlərdən günümüzə gəlib çatan bu hamamların əksəriyyəti təmirsiz olsa da, hələ də qalmaqdadır. Belə hamamlar çox vaxt müəyyən şəxslər tərəfindən tikdirilmiş və onu tikdirən şəxsin adını daşımışdı. Elə məhz bu Təhməzov hamamı kimi. Təhməzovlar hamamı təqribən 18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərinə aid olan tarixi abidədir. Hamam Buzovna qəsəbəsində yerləşir. Hamam məşhur memar Suraxanlı Əlbəndə tərəfindən inşa edilmişdi. Daxili memarlıq üslubu, ornamentlər hamam inşa olunarkən gözlənilmişdi. Günbəz, yerə döşənmiş qızdırıcı sal daşlar, daxili tüstü borusu onun qədim hamam olduğunu sübut edir. Hamamın içində xüsusi kabinələr olmuşdu. Hamamın qarşısında onun xüsusi istilikxanası olmuşdu. Hamamın içərisində xəzinəsi, mərkəzində çar hovuzu yerləşmişdi. Qaydaya əsasən, hamamın xidmətlərində həftənin bazar ertəsi və cümə axşamları qadınlar, digər günlərdə isə kişilər istifadə edilmiş. Hamamda suyun axması borular vasitəsilə deyil, novlar vasitəsilə həyata keçirilmişdi. Hal-hazırda hamam fəaliyyət göstərmir. Təhməzovlar hamamı tarixi mədəniyyət abidəsi kimi Mədəniyyət və Turizm Nazirliyinin siyahısına salınmışdı. Mən hələ uşaq yaşlarında olanda tale elə gətirdi ki, mən 88-ci ildən, yəni ki, Quran oxumağımla bağlı olaraq məclislərdə, toplantılarda iştirak edirdim. O zaman qeyd edildilər ki, Məmməd Rıza, Allah rəhmətə Təhməz ol, həm də ilk məstanatlardan biri olub, Allah onu rəhmət eləsin. Onun bu hamamı tikməsi barəsində eşitdiklərim yaşlı nəsildəndir. Danışardılar ki, Buzovnanın digər ərazisində, biraz buradan aralı bir ərazidə təcil yardım stansiyası, hal-hazırda Mirzə Ağayev küçəsi deyilən ərazidə yerləşir. Orada bir hamam vardı və o hamamda insanlar gedərdilər çimməyə, orada yuyunmağa, təmizlənməyə. Biri gələr, biri gedər hamamda. Biri gələr, biri gedər hamamda. Canımızın kiri gedər hamamda. Geri gedər hamamda. Soyunmuşam, yox üstümdə xəncərim, kumarlanım, bir balaca dincəlim. Bir gün onun ailə üzvlərindən bir neçə nəfər gedirlər, orada onlara növbə çatmır. Bəzilər deyirlər, orada kişi növbəsi, o kişilərin günü olur, amma mən yaşlı adamlar deyirlər ki, növbə çatmır orada. Bir də ki, o qədər o qüriyyətli insan idi. O qədər milli, mənəvi dəyərləri özü üçün üstün tutan adam idi. O razı olmurdu ki, təkcə o özü üçün yox, yəni hansısa xanımlar gecə vaxtı uzaq bir yolu geçsinlər, gəlsinlər. Ona görə də qərara gəlir ki, bu hamamı inşa elətdirməyə və bu hamamın inşası çox yüksək memarlıq üslubu ilə olur və bu hamamın inşasında memar olan Suraxanlı Əlbəndə olub. O da öz dövrünün məşhur memarlarından biri olub və çox gözəl bir əsər əmələ gəlir.
bu xalq bunu bilməlidir, yetişməkdə olan gənc nəsil bunu bilməlidir. Bu hamamda o qayda qoyulmuş ki, burada imkansız ailələrdən, sonraki xəstələrdən, imkansız ailələrdən, şəhid o dövrdə olan şəhid ailələrindən pul alınmazmış. Onlardan pul alınmazmış. Ondan əlavə pul alınmamağı ilə yanaşı, ondan əlavə diqqət olunarmış ki, bu hamamda o yaşlı adamlardan eşitdiyimi deyirəm ki, bəzi ziyalı adamlar da, bilikli adam, öz dövrü kəndin bilikli adamlar toplaşarmış, xüsusi burada ab-hava olarmış, gözəl bir hava olarmış, hələ öz dövrü. Ondan sonra da çox qəribədir ki, mən onu da görmüşəm, ondan sonra da var idi. Sovet dönəmində bir ənənə vardı, hamam ənənəsi vardı. Gələrdilər, burada toplanardılar. Yaşlı nəsil nümayəndə, gözəl söhbətlər olardı, bir-birinə hörmət olardı, hamamın xüsusi bir mədəniyyəti var idi. Əzizə bəy Təhməzov, Allah rəhmət eləsin onu, bu hamamda bir ənənə qoyulmuş, bir qayda qoyulmuş ki, o qaydalardan biri də bu olub ki, hər il Mühərrəm ayında, Ramazan ayında burada hamama gələnlər ehsan olaraq pulsuz yunarmışlar. Heç kəsdən pul alınmazmış. Ondan əlavə il boyunda burada əldə olunan vəsaitdən məscidə ehsan edərmiş ki, o vəsaitdən də məsciddə kimsəsiz ehtiyaclı olan ailələrə köməklik göstərilərmiş.